Bütün qadınlar təhlükəsizlik istəyir. Siz qadınınıza təhlükəsizlik verirdiniz. Atam, anam kimisə tapıbdı, deyib ki, ged evlən, məni də evləndirə bilər. Mənim ən böyük səhvim budur. Hər kəsin cəsarəti olmur bu fikirləri rahat səsləndirsin. Kişilərə etibar etmək olmaz. Mən həyatda bacarmadıqlarımı istəyirəm izləyicilər bacarsın. Mən kişi-qadın münasibətini görməmişəm ailəmdə. Burada sətir altı çox söz deyildi. Sualdan qaçma verilişidir və qonağım Fərhad Pərvizidir. Çox sevirsiniz. Çünki mənə Instagrama və bizə YouTube'a, hətta mənim öz tanış ətrafım belə mənə dəfələrlə dedilər ki, Fərhad bəyi dəvət edin. Çünki Fərhad bəyi görmək istəyir. Onun fikirləri radikal fikirlər olur və bir çoxu da bu fikirlərə razıdır əslində. Və mən düşündüm və əlaqə saxladım Fərhad bəylə ki, sizi efirimdə görmək istəyirəm. Çünki sizin fikirlər doğrudan da hər kəsin dilə gətirmədiyi bir fikirlərdir. Hər kəsin cəsarəti olmur bu fikirləri rahat səsləndirsin. Və cəsarətinizi çox sevdim. Ona görə də xoş gəldiniz Fərhad bəy. Xoş gördük. Öz platformanızı cəsarətli fikirləri səsləndirmək üçün etdiyinizə görə çox sağ olun. Əsas odur. Fərhad bəy. Platformalar azdır Azərbaycanda. Çox sağ olun. Fərhad bəy, sizə bir sual. Adətən deyirlər ki, qadın nə istədiyini bilmir. Qadınlar nə istəyir sizcə? Son 4 ilimin araşdırmasını məhz o sualın axtarışına sərf etmişəm. Sonra anladım ki, bir fundamental fərq ondan ibarətdir ki, mən sırf oraları kişi ilə münasibətdə nə istəyir? Ümumilikdə hamımız yaşamaq istəyirik, təhlükəsizlik. Sırf kişi ilə. Sırf kişi ilə münasibətdə nə istəyir? Mən belə bir qərara gəlmişəm ki, müxtəlif kişilərlə qadınlar müxtəlif istəkləri yaranır. Təkamülünə, öz tərəqqisinə, özünün inkişafından fərqli olaraq hər bir insanın, həm kişinin, həm qadının öz inkişaf yolu var. Necəsə kainat Allah'ın bizə müəllimlər göndərir burada. Və ona görə 20 yaşında bir gənc xanım haransı bir ilk münasibətə başlayanda, 20 yaşındakı bir gənc oğlan münasibətə başlayanda bir cür fikirləşir, bir cür özünü davranır. Özü inkişaf etdikcə, vaxt keçdikcə, təcrübə aldıqca, öyrəndikcə, özünü tanıdıqca bu da dəyişir. Və mən sonda bu nəticə gəldim ki, hər bir kişi ilə qadın özünü müxtəlif cür göstərir və müxtəlif cür istəkləri formalaşır. Cavan yaşlarında düşünür ki, azadlıq yaxşıdır, özünün inkişafı yaxşıdır. Qadınlar belə düşünür. Bəli. Və baxır hansı kişi ilə, əgər feminin kişi ilə münasibətdə olacaqsa, daha çox kişi enerjisi qalxacaqdır. Yəni, kişidə də budur. Yəni ki, daha çox maskulin enerjili qadınla münasibətdə olanda daha da çox feminləşir. Buna görə qadınların indi çox pul qazanması kişiləri feminləşdirir öz-özündə. Bu qadınlar günahı deyil, bu normaldır. Yəni ki, yozmasınlar bura ki, indi qadınların günahıdır ki, kişilər feminləşir. Qadınların günahı deyil. Sadəcə yin-yang belə işləyir də, balans belə işləyir. Və siz sən balansı dəyişdirəndə o birisi tərəfə digər tərəfdən də keçəcəkdir. Bu dünyada ideal həll yolları yoxdur. Bu dünyada biz hər bir şey kompromis içərisindədir. Nəyisə verəndə nəsə qazanırsan, nəyisə itirəndə nəyisə qazanacaqsan və bu daim olaraq enerji mübadiləsidir kişi və qadın arasında. Cavan yaşlarında bir ideologiyada oluruq, yaşlaşdıqca istəklərimiz dəyişə bilir, daha özümüzü yaxşı anlaya bilirik, istəklərimiz dəyişə bilər, uşaq istəyə bilər, ailə istəyə bilər, nəinki karyera. Sonra hansısa bir müddətdən sonra özümüz üçün yaşamaq istəyə bilərik. Yəni ki, 40 yaşından sonraki perioda gəlir. Amma qadınlar kişilərdən nə istəyir? Yəni qadınlar müxtəlif kişidən müxtəlif şey istəyəcəkdir. Standart istədiyiniz bir şey siz bilirsiniz nədir? Ümumilikdə, əgər biz sırf İngiliscə bu söz var, vulnerability, Azərbaycan dilində. Bunun tərcüməsi yoxdur Azərbaycan dilində. Hardasa qadın həssaslığı deyə bilərim ya da qorxusu deyə bilərim. Bütün qadınlar təhlükəsizlik istəyir sonda. Və bu təhlükəsizlik stabilliyin içində gəlir və qadın hər bir şey edəcək ki, o daim olaraq təhlükəsizlikdə qalsın. Uzun illər boyunca 200 min il təkamül nəticəsində son 72-ci əsrin 70-ci illərinə qədər qadına bu təhlükəsizlik, bu stabilliyi verə biləcək kişi var idi. Ovçu kişi. Yəni gedirdi, pul qazanırdı və bu təhlükəsizliyi onu təmin edirdi. İndi ki, qadınlar da işləməyə başladı, artıq özü bu təhlükəsizliyi əlavə olaraq
qəbul edə bilir, özü təmin edə bilir, plus da kişi də təmin edə bilir. Qadın 200 min bizim baxır kimə inanır da, Darwinə inanırsınız, Allaha inanırsınız, ondan asılı olaraq 200 min ildən 10 min il təkamül perspektivində qadının proqramında mən uşaq dünyaya gətirəcəm. Yəni ki, bu 9 ay ərzində mən demək olar ki, hərəkətsiz olacaq, məni qorumalıdır kimsə. Və sonraki periodda mən uşağı boya başa çatdırmalıyım da, bunu təbiət ona yüklədiyi bir proqramdır. Və bu zamanda mən özümü təhlükəsizlik hiss edəcəm, hiss etməliyəm. Ona görə qadınlar hər bir şey edəcək ki, təhlükəsizlik olsun. Onun ilk istəyi fundamenti təhlükəsizlik. İlk istəyimiz kişilərdən budur ki, biz özümüzü təhlükəsiz hiss edək. Bəs sonra? Bir kişinin bir qadını xoşbəxt eləməsi üçün kişi nələr eləməli? Qadın 4 gözləntisi var fundamentdə. Kişidən artıq əgər bu təhlükəsiz məsələsi həll olunubsa, romantiklik. İkincisi, düşünürəm, layal olmalıdır, layallıq istəyir. Üçüncüsü, resurs istəyir, kişi də olsun. Bir resurs bu təhlükəsizliklə həll olunan məsələdir. Ona resurs təhlükəsizlik üçün və düşünürəm, cazibədarlıq istəyir ki, onu cəzb olunsun fiziki olaraq. Bu dördü. Bu dördü bir yerdə olmur. Belə dünyada belə kişilər mövcud deyil. Onlar artıq 4 fərqli insanlardır. Yəni ki, kişidə 3 olanda artıq jackpotdur bu dördündən. Çox yaxşı, yaxşı ailə qura bilərsiniz ikisi olanda, amma əksəriyyətində bir dənədir. Fərhad bəy, baxın, bir çox qadınlar, hamısı yox, amma müəyyən bir əksəriyyət hissə qadınlarda nədənsə son dönəmlərdə aqressiya hiss olunur. Qadınlar kişilərə nisbətən daha aqressiv olublar. Bunu müşahidə etmisinizmi və ya etmisinizsə onda səbəb nədir? Qadınlar kişilərlə müqayisə daha emosional olurlar. Aqressiya da emosional ekspressivliyin bir nümunəsidir. Kişilər adətən deyirlər ki, kişilər emosiyasızdır, amma əslində kişilər emosional ekspressiv. Biz emosiyalarımızı göstərmirik, biz daxildə keçiririk. Emosiya bu pozitiv, bu negativ emosiya ola bilər, amma sırf aqressiya var, yəni sırf negativ, yəni bəzi qadınlar negativ köklü və aqressivdirlər, hirslidirlər. Bunun səbəbkarı kişilər deyilmi? Mən indi qadınlarımızın qurban moduna düşməsini istəməzdim ki, yenə də bütün kişilər eləyibdir qadınlar. Mən düşünürəm ki, hamı özündən başlamalıdır, öz fərqindəliyindən başlamalıdır. Birinci verəcək sual odur ki, mən niyə görə beləyəm, niyə görə aqressivəm? Yaxşı münasibət tapa bilmirəm, yaxşı partnyor tapa bilmirəm, valideynimlə problemim var, pulum var. Bizi stresə sala biləcək çoxlu faktorlar var. İlk öncə anlamalısan, problem nədədir? 99% hallarda problem özümüzdədir. Ya gözləntilərimiz həddən artıq çoxdur, ya da ki, səhv etmişik, bu səhvi boynumuza götürmək istəmirik, yanlış yola getmişik, yanlışlıqdan qayıtmaq istəmirik və bu bizi xoşbəxt etmir. Yəni ki, əgər biz boşanma statistikasına da baxsaq, 70% hallarda bütün dünyada boşanmalar qadınlar tərəfindən başlanılır. Çünki qadınlar daha tez emosional aşağı düşürlər. Çünki kişilər daha çox primitiv olduğuna görə bizim üçün hər şey, əksər şeylər okeydir də. Yəni ki, çox da nə romantiklik axtarırıq, nə emosional kaçelilər deyilir də, yerlənəcəklər axtarır. Bizim üçün çox vaxtları kişilər üçün boşanma xəbəri sürpriz olur. Onlar düşünürlər ki, hər şey yaxşıdır, amma birdən-birə qadın gəlir, deyir ki, mən boşanmaq istəyirəm, mən özümü tənha hiss edirəm. John Gottman'ın Qadın Bələdçisi kitabında və Azərbaycanlı tərcümə olunubdur bu kitab, mütləq oxuyun, artıq var. Mən xahiş eləmişdim ki, bunu tərcümə etsinlər. Düşünürəm, 13 yaşından nə olanlar bu kitabı oxumalıdır. Orada bir yaxşı nümunə gətirir, seminar keçirir Gottmanlar və kişilər və qadınlar gəlir o seminarlar. John Gottman dünyada bir nömrə araşdırmaçıdır, münasibət araşdırmaçıdır. Gottman Love Lab deyilən bir yer var. 40 il ərzində cütlükləri orada müşahidə edir və onları o müşahidələr əsnasında hansı mülahizələr və hipotezalar irəli sürür. Onun uğurlu evliliyin 7 prinsipi kitabı düşünürəm, hər bir evli cütlüyün bir masaüstü kitabı olmalıdır əlavə olaraq. Və orada onu deyir ki, sual verir əvvəlcə kişilərə, siz sonuncu dəfə deyir, nə vaxt qorxmusunuz? Kişilər çox düşünür, bir 10-15 dəqiqə düşünür. Biri deyir ki, mən Vietnamda olanda bir dəfə əsir düşmüşdüm, orada qorxmuşdum ki, məni öldürə bilərlər. Digəri deyir ki, haradasa 10-15 il öncə bir bardan çıxmışdı, ikimiz də piyano deyib, bizə kimsə sataşdı, biz dava etməyə başladıq. Mən o vaxtda qorxdum ki, birdən məni kimsə bıçaqlayıb öldürə bilər.
Qadınlardan soruşdular, son 6 ayda kim qorxubdu? Bütün qadınlar əl qaldırdı ki, son 6 ayda mən həyatımı itirməkdən qorxmuşam. Deyir, son 3 ayda kim qorxubdu? Bütün qadınlar əlini qaldırır ki, mən son 3 ayda qorxmuşam həyatımı itirməkdən. Sonda hətta deyir ki, bugün siz maşını parkovkada saxlayıb bu seminara gələndə, parkovkamız da qaranlıqdır. Kim qorxubdu ki, həyatını itirəcəkdir? Bütün qadınlar əllərini qaldırır ki, biz qorxurduq. Yəni ki, qadının qorxu hissi təkəmmüldə ona yazılmış bir proqramdır. O daim olaraq ocağı qorumalıydı, o daim olaraq uşağını qorumalıydı və təhlükəni hər yerdə görür. Qadın özünü hər gün tənha hiss edə bilər. Hər gün özünü təhlükəli şəraitdə hiss edə bilər. Kişilər də belə deyil. Yəni ki, ona görə biz daha tez ölürük. Çünki bizdə risk anlayışı, riski qəbul etmək yox. Çünki biz çoxlu ağıllı, çoxlu risk tolerantlığımız olmasaydı, biz mamıntın arxasıcan 50 yanlı qaçmayacaqdıq da. Ona görə təbiət bizi biraz ağılsız böyüdübdür. Cəsarətli, cahil cəsarəti deyilən kişilər də var. Ona görə bizə gündəlik heç nə qorxutmur. Yəni, məndən soruşsanız, sən həyatın üçün nə vaxt qorxmasa, heç vaxt xatırlamayacağım. Mən nə vaxt qorxmuşam həyatım üçün. Ümumiyyətlə. Amma qadınlardan bu sualı verəndə, onlar hər gün, və bunu biz kişilər çoxlu yaxşı anlamalıyıq. Sən hər gün qadınva təhlükəsizlik hissi ötürməlisən. Hər gün onu mən yanındayım. Bu mesajı daim ötürməlisən ki, o həmişə hər gün nə özünü tənha hiss etsin, nə də özünü təhlükədə hiss etsin. Bunu biz verdiyimiz təqdirdə bu aqressiya falan çəkiləcəkdir qırağa. Bu yalnız ərlərə şamil deyil, atalara da şamildir, qardaşlara da şamildir. Mən həmişə deyirəm ki, okey, analarımız belə bizi böyüdübdür. Mən nə bilim, sınışqa, karziniçqa ruslar demişkən də belə də mama uşağı böyüdüblər. Okey də, boş verin də bunu. Keçmişə fokuslamayın. Mama belə böyüdübdür. Biz indi görün qızlarımız hansı vəziyyətdədir. Onları düzəltmək üçün biz özümüzdən başlamalıyıq. Mən ilk dəfədir ki, həqiqətən də illər boyunca bu sualı hər yerdə, hətta xaricdə yaşadığım müddətcə, vətənəmə köçdüyüm andan etibarən hər zaman mən bu sualın cavabını axtarmışam ki, kişilərlə yanaşı mən də bu sualın cavabını axtarmışam. Biz qadınlar nə istəyirik? Və ilk dəfədir razıyam bu cavabla. Çünki mən əslində gözləyirdim başqa cavablar, çünki standart cavablar verirlər. Qadın istəyir ki, misal üçün, təmin olunsun, tətmin olunsun və s. və s. Amma hələ eşitməmişdim ki, qadın istəyir ki, təhlükəsiz olsun. Və bu təhlükəsiz olma hissini çox gözəl açıqladınız. Ki, qorxu, qadınlarda qorxu hissi daha çoxdur, nəinki kişilərdə və s. Və doğrudan da biz qadınlar bir bəyin yanında özümüzü təhlükəsiz hiss eləyiriksə, o bəyə bağlanırıq. Və biz onu artıq bizim qəhrəman kimi görməyə başlayırıq. Rusça deyilir spasатель. Bizi qoruyan, bizi hər bir durumda yanımızda və arxamızda olan və doğrudan da beləymiş. Demək ki, qadınlar öz təhlükəsizliyini istəyirlər və öz xilaskarlarını axtarırlar hər kəsin arasından. Onda sual doğur ki, qadınlar bu qadınlara kişilər niyə xəyanət edir? Əgər bilirlərsə ki, qadının istəyi hər zaman təhlükəsiz olmaq, incidilməməkdir. Bunu verə bilərlər də, gedib niyə xəyanət eləyərək bunu ondan təkrar alırlar? Kişi xəyanət edəndə və qadın bunu biləndə, qadın hansı sualı verir kişiyə sizcə ən birinci? Sən mənə xəyanət eləmirsən? Və niyə xəyanət eləmirsən? Qadın ilk sualı odur ki, sən onu sevirsən. Məsələn, qadın xəyanət edəndə kişinin birinci sualı odur ki, sən onunla yatmısan, yoxsa yox. Qadın isə sualı, sən sevirsən, yoxsa yox. Qadın layallığa münasibəti yenə də sırf onun təhlükəsizlik məsələsinə bağlıdır. Əgər kişinin resursu həddindən artıq çoxdursa və onun qeyri-layal olması onu resursdan məhrum etmirsə, onun Bentlisi var, Sibrizdə villası var, aylıq hesabında pulu var, uşaqlarına baxılır eləyir. 95% qadınlar göz yumacaqdır kişinin xəyanətinə. Və ona görə sevgi məsələsini soruşur. Çünki əgər kişi sevmirsə, sadəcə qıraqda kimdirsə, onu atıb getməyəcək. Əgər kişi sevirsə, onu atıb gedə bilər və onun artıq təhlükəsizlik əlindən alına bilir. Qadın beyni belə düşünür. Ona görə çox ərlik, çox arvalıq mümkündür, çox ərlik mümkün deyil. Çünki biz indi kişinin vulnerability məsələsinə gətiririk. Kişinin ən böyük qorxusu öz qadını itirməkdir. Qadının ilk qorxusu həyatını itirməkdir. Kişinin qorxusu isə qadını itirməkdir. Ona görə kişinin birinci sualı odur ki, sevirsən, sevmirsən deyir, yatmısan, yatmamısan. Əgər yatmısansa, mən artıq səni itirmişəm. Fundament odur. Ona görə qadın xəyanəti bütün cəmiyyətlərdə yaxşı qarşılanmır. Kişi xəyanəti o vaxta kimi ki, o resurslardan ayırmır qadını, yenə də baxır, onun həyat keyfiyyəti dəyişmir, eləmir.
okeydir. Sizcə Əksər qadınlar üçün. Sizcə əgər bir kişinin həyatında artıq illərlə sevdiyi başqa bir xanım varsa və münasibətdə olduğu başqa bir xanım varsa, bəyin atacağı addım nə olmalıdır? Məsələn, kişilərdə sevgi biraz başqa cür özünü göstərir. Sevmək feildir də, yəni ki, hərəkətlərdə, əməllərdə göstərilir. Yəni ki, kişilər daha çox beyinlə sevir, nəinki ürəklə sevir. Yəni ki, onun üçün kişi üçün sevmək, qayğısına qalmaqdır, təhlükəsini təmin etməkdir, evi, eşiyi, maşını, hər bir şey olsun, uşaqları baxımlı olsun. Kişi dünyasında sevgi budur. Sevgi budur, hə. Biz qəlbən çox qəlbən bir dənə Məcnun sevirdi də. Yəni ki, ümumiyyətlə sevgi çox nadir hallarda rast gəlinən bir şeydir. Ümumiyyətlə həm qadınlarda, həm kişilərdə. Məcnunu xatırlatsanız, onun sevgisi o qədər böyük idi ki, onu şirlər belə yemirdi. Yəni ki, onlar o şirlərin yanına atmışdılar onu, şirlər çəkinmişlər ki, bu nə qədər sevgi var. Yəni Məcnundan sonra indi sevən kişi yoxdur. Məcnun kimi sevə biləcək kişi yoxdur düşünürəm. Yəni ki, bunlar mən həmişə demişəm ki, romantik öz-özlüyündə və bu sevgi kasıb şairlər tərəfindən uydurulmuş bir miflərdir də. Yəni ki, onların pulu yox idi ki, qadını resurslarla saxlasın. Ona görə romantikanı uydurublar, romanlar yazıblar ki, qadın hisslər üzərində saxlasınlar. Ona görə əgər mən realistəm də, əgər və siz çoxlu hörmətli insanlar tapa bilərsiniz dünyada. Peyğəmbərlərdən tutmuş, bütün dinlərdəki peyğəmbərlərdən tutmuş, dünyanın top şeyxlərinə falan, hamısının bir neçə dənə arvadı var, bunu necəsə idarə edir və hamısı da xoşbəxtdir öz-özlüyündə. Biz sevgi məfhumu bir balaca şişirdilmiş bir xaypdır sonda. Nə vaxt ki biz Eli Finkel var, onun çox yaxşı kitabı var bu mövzuda, All in or Nothing Marriage. Yəni biz ki artıq iqtisadi, siyasi, ailə maraqlarını evlilikdən çəkdik qırağa. Əgər 70-ci illərə kimi baxsaq, Azərbaycanda bəlkə 2000-ci illərə qədər adətən evliliklər sırf iqtisadi, siyasi, fəlsəfi, sosioloji bir konstruktidir. Yəni ki, ailə qurmalıyam, uşağım olmalıdır, 2 nəfər bir yerdə daha çox qazana bilərik, daha rahatdır falan. Yəni ki, bu heç sevgi üzərində çox nadir hallarda nikahlar qurulurdu. Hətta varlı ailələrdə belə, onlar ümumiyyətlə sevgi üzərində qurulmur. Hətta ki, çoxlu pul olan ailələrdə də onlarda da klan. Lakin bu kapitalizm gəldi, hamını varlı etdi. Biz indi düşünürük ki, bizə iqtisadi birlik lazım deyil. Mən sevmək istəyirəm və ən böyük problem də orasından başladı. Mən indi bir insanda hər şeyi görmək istəyirəm. Qadınlar istəyir ki, həm romantik olsun, həm yaraşıqlı olsun, həm pullu olsun, həm layal olsun. Yəni ki, bu xarakteristika Prince Charming'dir. Bu romanlarda yazılan şahzadələrin xarakteristikasıdır. Belə kişilər mövcud deyil. Yəni ki, bu reallığı qəbul etmək lazımdır. Kişilər də necə istəyir? İstəyir həm yaxşı ana olsun, həm hamının gözünün qarşısında bir manaşqa olsun, amma mənimlə yataqda super hot olsun, həm yaxşı yemək pişirsin, həm evə də yaxşı baxsın. Yəni ki, bu da mümkün deyil. Yəni ki, hər bu da bir şeydə olmayacaq. Bu da olmayacaqdır. Yəni hər şeydə kompromislərdir. Sən nədənsə keçməlisən ki, bu olsun. Amma bizə kitablar oxuyuruq, sərdən axşamıcı sosial media indi gəlib. Niyə görə boşanmalar sosial media gəlişindən sonra çıxarıldı? Bizə şəkil göstərirlər. Güya onlarda belədir. Güya hər həftə kimsə buket göndərir. Güya kiməsə ki, Ferrari alıb verir. Güya hər ay harasa gedirlər. Bunlar hamısı fake-dir. Ya da ki, 0,01% əhalidə ola biləcək bir şeydir. Lakin evdar bir qadın bunu görür ki, mən nə bilim, xalqın kişisi böyük bir buket göndəribdir. 30 illik evlilikdən sonra çox onu sevir filanca. Ya da o da düşünür, məndə niyə bu yoxdur? Ya artıq ailə konfliktləri, münaqişələri baxır. Ya da kişilər baxırlar düzəldilmiş keçmiş eskortlara, nəsə bir xəyallar uydururlar öz uşaqlığından və başlayırlar, yəni ki, gözləntilər formalaşmağa. Demirlər ki, bunlar hamısı öz-özlüyündə fake-dir, bunlar qeyri-mümkündür, bütün bunları bir insanda tapmağa. Və psixoloqlar da indi yeni bir şey uydurublar, serial monogami də dediyimiz serial monogami. Nə deməkdir ki, 5-10 il biri ilə olursan, onu nəsə alırsan, ondan sonra başqası ilə 5-10 il olursan, sonra o birisi ilə 5-10 il olursan. Yəni ki, belə də artıq mən səninlə ömrünün axırına kimi bir yerdə bu fəlsəfədən uzaqlaşdırırlar insanları. Bu isə ilk olaraq qadınlar üçün pisdir. Niyə?
biraz inciyəcəksiniz bundan da dediyim sözdən, amma yenə də deyəcəm də. Qadın prime vaxtı var da, hanına vaxt ki, ən istəklidir. İstədin də, istəmədin də. Kişilər çox primitivdir, mən həmişə deyirəm. Bizə biologiya, anatomiya daha çox təsir edir. Nəinki, çünki emosional savadımız, intellektimiz çox da yüksək deyil. Onlar qadına baxanda ilk olaraq beyinlərində uşaq doğmalıdır. Bu avtomatik bir proqramdır da və bu proqram nədir? Cavan və sağlam olmalıdır. Və əgər biz bu proqramı kişilərdə bu serial monogami dediyimizdə daimi monogami onu desək, yəni ki, o daim olaraq onda biologiyasına təslim olacaqdır və daim olaraq cavan bir xanım axtaracaqdır da, hər 5-10 ildən bir. Lakin xanımlar onda məsələn uşaq doğacaq, bəs xanımın uzun müddətli təhlükəsizliyi harda qalır? Ay sağ olun, sual verəcəydim. O harda qalır? Və mən ona görə düşünürəm ki, bu feminist inqilabından gəlir. Yəni ki, qadınların da çoxlu seksual partneri olsun, 40 yaşından sonra da qadın nə istədiyini elə bilər falan. Sizcə olsunmu? Qadınların seksual partnyorları olmalıdırmı? Nə kişinin, nə qadının bu prinsipçi olaraq çoxlu seksual partnyorlara ehtiyac lazım deyil. Mən həmişə deyirəm ki, nə qədər çox sənin kişiyə nə də qadın, nə qədər çox cinsiyyət orqanda görsə, bir o qədər də sizi körləyir. Yəni ki, bunu minimumda saxlamaq lazım. Niyə körləyir? Vərdiş halına çevrilir də artıq. Sən nə qədər çox seksual həm kişi, həm qadın, sən o qədər də çox körlanırsan. Yəni ki, uzun illər boyu keçmiş bir sistem var da. Niyə görə bütün dinlər belə 4000 il var da, əgər biz avramik dinləri götürsək də, Yudaizmdən İslama doğru. Yoxsa onlar həmişə deyirlər ki, yalnız evlilikdən sonra. Dəstəkləyirsiniz bu fikri, yoxsa buna qarşısınız? Əlbəttə, 100%. Bir-biri ilə yaxınlıq, cinsi əlaqə evlilikdən sonra olmalıdır. Mütləq. Ona qədər olmamalıdır. Və bu birinci növbədə qadınlara vacibdir. Mənim üçün bu çox qəribə səsləndir. Çünki artıq dünya bu düşüncədə deyil və bu nə qəribədir ki, insanlar axı bir-birini tanımadan necə həmən evlənməlidirlər? Mən biraz onu anlamadım. Tanımadan, seksual olaraq özünü tanımadan. Təbii ki. Okey. Mən düşünürəm bir xeyli fokusu vermişik seksual tanımağa bir-birimizi. Ən vacib şey budur da münasibətdə. Amma bəyəm deyilmi münasibətdə? Ailələr buna görə dağılmırmı? Yox, buna görə dağılmır ailələr. Bir çox ailələr, kişilər bəs niyə xəyanət edir? Minə qayıdacağam, amma mən ilk öncə izah edeyim, niyə görə qadınlar üçün bu pisdir ilk öncə. Fundamentdə kişilərin 2 dənə istəyi var. Qayğı və seks. Qadından gözləntisi budur. Və o hər şey edər ki, bu ikisini alsın. Nə vaxt ki, siz və əvvəllər necə idi? Sən qadından bunu almaq üçün gərək 1 il onunla görüşəydin, sonra gedərdin atasının yanına, atasından icazə alaydın, toy eləyəydin və sonra da həmin bu toy gecəsi məsələsi gəlirdi ondan sonra. Yəni ki, kişi tərəfindən İngiliscə bu commitment sözü var da, yəni ki, məsuliyyət götürmək vacibliyi var idi. Və kişi hər şey edər ki, bu ikisini alsın. İndi siz nə etmişsiniz? Qadınlar, mən siz deyəndə feminist inqilabı. Siz hər ikisini evlilikdən kənardan, commitmentdən kənardan verirsiniz kişilərə. Onlar da evlənmək istəmirlər. Onlar da evlənmək istəməyəcəklər. Kim ziyanı çəkir? Siz ziyanı çəkirsiniz. Amma bioloji olaraq, sağlamlıq baxımından və psixoloji baxımdan, mən bildiyim qədərilə siz xaricdə oxumusunuz, Fərhad bəy. Həmçinin də orada. Harda, xaricdə hansı ölkə? Amerika. Mən də Amerikada yaşamışam 16 il. Harda, hansı ştat? Arizonada. Yəni bu distant olubdur. Yəni ki, gedib gəlməmişəm, amma təcrübəm çox olubdur. İndi sizin mindsetiniz çox güman ki, alike-dır biraz xariclə və siz bilirsiniz ki, misal üçün xaricdə ki, mən buna qarşıyam, ki, özüm də qarşıyam. Çünki bu kişilərin ayağına bir yer verir ki, qadınlarla ciddi bir münasibətə girməsinlər. Amma yenə də bunun bir tibbi baxımı var, bunun bir psixoloji tərəfdən bir, axı bu belədir, biz bilirik ki, əgər bir qadından bir kişi daha yaxın olmasalar, onlar bir-birini tam tanımış olmurlar. Çünki bəlkə kişinin, belə deyək də, psixoloji bir sarsıntıları var ki, daha sonra bu qızcığaz onunla evlənəndən sonra o psixoloji, belə deyək, ağırlığa güc gətirə bilməyəcək, bəlkə də nəyisə həqiqətən bəyənməyəcək, bəlkə zorakılığa meyillidir bu kişi və bu qadın bunu tanımamış ondan ailə qurur. Bəyəm anormal deyilmi ki, mən illah da demirəm cinsi əlaqələr olsun, amma ən azından bir tanısınlar bir-birlərini, yox? Sizin övladınız varmı? Var. Qızdır, oğlandır? Qızdır.
Qızınız üçün belə bir münasibət istərdinizmi? 18 yaşında başlasın nəsə denəməyə. 18 yaşında yox. Neçə yaşında? 23-25 Okeydir, yaşlarında sizin ciddi bir münasibəti varsa, mən istəyərəm ki, mənim qızım öz çox sevdiyi və artıq bir çox testlərdən keçibsə oğlan, bəli, onunla birgə yaşasın. Hansı testlərdən keçəcəkdir? Necə hansı testlərdən? Bir çox testlərdən. Məsəl üçün, bəlkə oğlan yaxşı biridir, onun üçün nə qədər mübarizə aparır, sağlam bir adamdırmı, normal psixologiyaya sahib. Mən qarşıyım, mən şəxsən qarşıyam, amma sizin fikrinizi soruşuram. Yəni, sizcə bu normal deyilmi? Bir-birini tanısınlar, daha sonra evlənsinlər. Mən buna şəxsən özüm qarşıyam ki, evlilik tanımadan olmamalıdır. Amma sual mənə sizin cavabınız maraqlıdır. Mən düşünürəm, mən erkən nikahların tərəfdarıyım. Daha doğrusu erkən deyəndə tez nikahların, yəni tərəfdarıyam. Yəni ki, 20 yaş ətrafında həm oğlan, həm qız evlənməlidir. Bu onları həm zinədən uzaq saxlayacaqdır, həm seksual təzyiqləri azaldacaqdır. Biz valideyn olaraq nə etməliyik? Burada valideynin rolu çox böyükdür. Mənim oğlum 13 yaşında artıq o John Gottman'ın Qadın Bələdçisi kitabını oxuyubdur. O bilir qadın fiziologiyası nədir, anatomiyası nədir, qadın hissləri nədir, qadın nədən qorxur, nədən qorxmur. Və mən onu uşaqlıqdan hazırlayıram buna ki, sən 20 yaşında minimum hazır ər olacaqsan. Minimum. Maksimumu yoxdur, maksimum özü bir yekdə. Çünki kişi də qadının yanında özünü aşkar edir. Yəni ki, kişinin də tərbiyəsi ilə onun həyat yoldaşı davam edəcəkdir məşğul olmağı. O da həyat yoldaşını qadının tərbiyəsi ilə məşğul olmağı bir yerdə böyüyəcək. Amma biz minimuma çatdırmalıyıq. Həm maliyyə tərəfindən valideynlər onlara maksimum imkanlar olduğu qədər ev, falan minimum tələblərini bağlamalıdırlar. Tez evləndirməlidirlər uşaqları ki, onlar bir yerdə bu yolu getsinlər. Bilirsiniz niyə görə? Həm fizioloji, həm mənəvi məsələlər ortalıqdadır. Çox üzr istəyirəm Fərhad bəy. Bura qədər çox haqlısınız, amma burada bir sualım yenə yaranır. Axı statistikaya baxanda, statistik olaraq 20 yaşında evlənən, ailə quran şəxslər artıq 30 yaşlarında ya burada çox böyük bir bu ailədə xəyanətlər yaşanır, ya bir-birlərini tanımırlar, biri artıq təhsil almayıb, o birisi köklənib. Yəni sadəcə bir nəfər işdir, o bir yerdə böyüyək deyəndə onlar bir yerdə əslində böyümüş olmurlar. Onun biri böyüyür, biri isə sadəcə evdə oturur, körpə yaşına daha bir körpəni böyütməyə başlayır. Və burada təhsil, burada artıq karyera, belə bir məntiq olmur. Çünki zaten bu kökdə olan bir insan 18 yaşında evlənməz, 19 yaşında evlənməz. Ki statistik olaraq bu şəxslər də 30-larda artıq boşanırlar. Hamısı deyil. Mən düşünürəm 30-larda da evlənənlər də boşanır. Boşanma kommunikasiya bağlıdır. Statistikaya baxanda 30-larda evlənən tez boşanmır. Nəinki 20-lərdə. Mən görməmişəm o statistikanı, bir şərh verə bilmərəm. Mən sadəcə sizə gəlin bir sxem qurum da. Bizim maksimum çox enerji olduğumuz vaxt 20 yaş 35 yaş arasındadır. Həm kişidə, həm qadında. Sən nə etməlisən? Fundamentdə ki, həm özün üçün yaşayasan, həm cəmiyyət üçün faydalı olsan, həm də ki, bütün istəkləri yerinə yetirəsən. Əgər biz evlilikdən danışırıqsa, çox güman ki, uşaq da istəyirik. Mən çünki burada fundamentdə bir inam olmalıdır. Uşaq vacibdirmi bu dünya üçün, yoxsa uşaq vacib deyil, özümüz vacibik. Mən uşaqların vacib olduğunu düşünürəm. Çünki əgər Azərbaycanda orta statistik ailədə 2,2 uşaq olmadıqca Azərbaycanlılar məhv olacaqdır. Avropalılar artıq məhv olur. Dediyimiz rasa, ağdərililər, onlar məhv olur. Çünki 3 nəsildən sonra onlardakı ağ qadınlar doğmurlar. Əgər keçən nəsildə 20% təşkil edirlər, artıq 8% təşkil edirlər. Ona görə uşaqların olması həm iqtisadiyyat üçün yaxşıdır. Çünki sonda hər bir şey bizim istehlakımız üçün istehsal olunur. Sudur, mikrofondur, podkastlardır. İnsan baxmalıdır. Robot baxmayacaq, keçməyəcək ki bu suya. Ona görə uşaqların çox olması və planetdə insanların sayının böyüməsi çox vacibdir. Ən azından stabil qalması çox vacibdir, azalmaması vacibdir. Neçə uşağınız var Fərhad? Maşallah. Neçə yaşı var ən böyüyünün? 20. Evlidir mi? Hələ ki yox. Hələ bunu hazırlaşdıram onu. Amma istəyərdiniz də evlənsin. İstəyərdiniz. Bəli. Bu yaşda. Bəli, bu yaşda. Sizcə bu ədalətlidirmi? Əlbəttə ki, ədalətlidir. Mən sizə izah edeyim niyə görə bu vacibdir. Sənin pik vaxtın həm pul qazanmaq baxımından, həm enerji, həm sağlamlığın, həm qadında, həm kişidə 20-35 yaş arasıdır. Və sən bu ərəfədə maksimum çox işləməlisən, karyeraını qurmalısan, ailəni qurmalısan, uşaqlarını böyütməlisən. Ki 40 yaşına gəlib çatanda sən uşaqların hamısı böyük evdən çıxıb gedibdir. Sən karyeranın pikindəsən, sən pulun pikindəsən. Və 40 yaşından sonra sənin növbəti keyfiyyətli 20 yaş cavan vaxtın qalıbdır, 46. Və o zaman ikiniz bir yerdə keyf eləməyə başlayırsınız.
Yaxşı, bunun sizə üçün bir çox sual. vacibdir. Amma siz bunu fırladanda 35 yaşında, mən 35 yaşımda hamısını başlayıram, güya karyeramın pikindəyəm. 35 yaşında hər iki tərəfində tələbləri müxtəlifdir. 35 yaşlı qadın da daha çox şey tələb edir, 35 yaşlı kişi də daha çox şey tələb edir. Siz statistikanı sevirsiniz. Əgər qadın 30 yaşına kimi evlənməyibsə, 50% ehtimalla evlənməyəcəkdir. 50% qalxır ehtimal. Əgər qadın 30 yaşına qədər uşaq doğmayıbsa, 50% ehtimalla onun uşağı olmayacaqdır. Sizə bir sual verəcəm. Mən hardasa gördüm sizin çıxışlarınızı. İndi bəlkə də yanlış ola bilərəm. Diqqətlə bəlkə izləməmiş ola bilərəm. Siz neçə yaşınızda evlənmisiniz? 22. Və mən bildiyim qədərilə boşanmısınız. Bəli. Statistikamı təsdiqləyirsiniz. Mənim boşanmağımın səbəbi məhz ondadır ki, valideynlər uşaqları hazırlaşdırmırlar. Mən sadəcə düşün, pul qazanıram. Yəni ki, 6 yaşımdan anamla tək yaşadığıma görə bazarlıq eləyə bilirəm, falan eləyə bilirəm. Onun üçün hər şey mənim üçün rahatdır. Amma məndə klassik problemlər vardı ki, hansı ki, nə mənim atam, nə nənəm, nə xalalarım, nə də ki, münasibətdə olduğum qadınlar, nə də ki, keçmiş həyat yoldaşım məni öyrətməyiblər. Çünki mən kişi-qadın münasibətini görməmişəm ailəmdə. Mən tək ana tərəfindən böyüdülmüş oğlanam. Və burada 2 dənə bütün tənha ana tərəfindən böyüdülmüş oğlanlara da müraciətim. Burada 2 dənə fundamental səhv yanaşma səndə formalaşır, ayar. Hansı ki, sən kənardan sənin bu travmana görə yaranır. Birinci, sən kişi-qadın münasibəti görmürsən, sən bilmirsən ki, ata tərəfindən başlanmış gül görməmisən, diqqət görməmisən və düşünürsən ki, bu normaldır, ki, olmasın. Və bu ayarlardan davam edirsən. İkincisi, sən qadınları ideallaşdırmağa başlayırsan. Sən düşünürsən ki, qadın idealdır, kişi isə pisdir. Və sən daim olaraq özü pislikdə görürsən, qadını ideallaşdırırsan. Bu da dinamikanı pozur, ailə dinamikasını pozur. Bəs sizin ailə dinamikanızda siz qadınınıza təhlükəsizlik verirdiniz? Düşünürəm, yetərincə verməmişdim. Hansı prizmadan? Mənim anam güclü, müstəqil qadın obrazı mənim gözümdə yaratmışdı. Çünki görmüşdüm ki, kişilərə etibar etmək olmaz. Çünki 2 dəfə evli olubdu, boşanıbdı. Və tənha 2 dənə uşaq qaldı. Mənim beynimdə bir proqram vardı. Qadın kişidən müstəqil olmalıdır, azad olmalıdır, öz ayağı üstündə durmalıdır. Yəni daha feminin siz tərəf idiniz. Bəli, mən onu görə deyirəm. Azərbaycanın ən böyük feministi mənəm də. Yəni ki, bu perspektivdən. Lakin qadının digər böyük bir istəyi var ki, kişi hər şeyi təmin etsin də, reallıq olaraq da o var. Təbii, İstəmədinizdə, yəni ki, bu var. O təslim olmaq istəyir kişiyə. Və sən özünü təmin etmək bu maskulin enerjidir, bu feminin enerji deyil. Mənim ən böyük səhvim budur. Anlamadan mən buna gəlib çatmışam. Mən düşünürüm ki, mən yaxşılıq edirəm ki, onu inkişaf etdirəm, biznesinə yönəldirəm, deyirəm, kömək edirəm ki, get biznesi qur, işlə. Və yanındaydınız, dəstəkləyirdiniz. Yanındaydım, amma bu o deyil, o dinamika deyil. Liderlik sizdə deyildi. Bir yerdəydik. Amma fundament də necə olmalıdır mənim fikrimcə də əksər, demirəm hamıda, yəni ki, çoxlu kişi enerjisi olan qadınlar var. Mənim keçmiş həyat yoldaşım onlardan deyil, o çoxlu qadındır. Devçika. Yəni ki, nəinki bu obraz. Amma hər bir kişi bunu öldürüb, yəni ki, ondan da maskulin enerjiya fırlada bilər. Bax, Fərhad bəy, çox sevirəm sizin çıxışlarınızı və bəyənməsəz hansısa bir sualımı, rahat olun, bunu kəsə bilərik. Çünki bu hələ montaja gedəcək. Amma səmimi başlamışıq deyə çox səmimi suallar vermək istəyirəm danışığın əsnasında. Baxın, sizin çıxışlarınız radikaldır və çox da gözəldir. Kütlənin eşitmək istədiyini deyirsiniz. Bax, deyirsiniz ki, mən deyirəm ki, 20 yaşında evlənsinlər, mən deyirəm ki, bir yerdə böyüsünlər, mən deyirəm ki, uşaqlar 18-20 yaşlarında artıq evləndirilməlidir. Və mən bir sual soruşduqca, siz həmin həyatı yaşamısınız. Mənə elə gəlir ki, sizin məsləhətləriniz bilirsiniz nədən irəli gəlir? Mən həyatda bacarmadıqlarımı İstəyirəm qarşı izləyicilər bacarsın. Eləsin də bacarsın. Bunu ilk dəfə bir etiraf edə bilərikmi ki, misal üçün, mənim tövsiyələrim özümün bacarmadıqlarımdan irəli gəldi ki, mən istəyərdim ki, mənim həyatım belə olsun. Bax, mənim tövsiyələrim insan psixologiyasını bildiyimdən gəlir, mənim öz şəxsi təcrübəmdən gəlmir. Qadınlar 12 yaşdan sonra artıq pubertata plus-minusda çatırlar. Və bu pik gəlir 30 yaşlarına qədər. Yəni ki, ondan sonra uşaq doğmaq daha da çətinləşir. Oğlanlarda 14-15 yaşında başlayır. Biz uşaqlarımızı zinədən, yəni ki, lazımsız pis bir şeylərdən necə qoruya bilərik?
ki onlar dərsizləşməsin. Qadın dəyərlə böyüyür və bu dəyəri qorumalıdır. Oğlanlar dəyəri qazanmalıdır, onlar dəyərlə böyümür, onlar bu etibarı dəyəri qazanmalıdır. Və siz onu atanda 30 yaşında kimi nə olacaqdır? Mən üzrə masturbasiya etməlidir oğlan ya da qızlar. Onlar necə normal həyat qurmalıdırlar? Yəni ki, niyə görə biz biologiyanı və fiziologiyanı nəzərə almırıq burada? Elə biz fiziologiyanı nəzərə aldığımız üçün, biologiyanı nəzərə aldığımız üçün mən bayaq fikir bildirdim ki, bu insanlar bir-birinlə yaşamalı deyilmi müəyyən bir dönəmə qədər? Siz dediniz, yox. Amma əgər biz elə nəzərə alsaq fiziologiya və biologiya, kişilərə bu imkanı vermək olmaz. Baxın. Siz deyirsiniz ki, qadınlar özünü qorusun deyə kişilərə imkan verir. Amma bu fizioloji normaldır. Əgər qadınlar indi şikayət edirlər ki, kişi yoxdur, evlənmək istəmirlər, nə istədiklərini bilmirlər. Kişi bu günləri seksual inqilab başlamış kimidir. Bu günləri sən evlənmədən də seks və qayğı ala bilirsən. Əgər bugün bütün qadınlar desək ki, mən sənə qayğı, nə seks, evlənməyənə qədər vermirəm. Bütün kişilər qaçar evlənməyə. Və həmin statusu da verəcəkdir, evdə alacaqdır, aliment də ödəyəcəkdir əgər boşansalar. Siz idarə edirsiniz cəmiyyəti. Kişilər dünyanı idarə edir, ev tikir, dövlət tikir, siyasətlə məşğul olur. Amma kişiləri siz idarə edirsiniz. Bunu yaddan çıxarmayın. Əgər bugün bütün qadınlar yüksək dəyərlərinə qayıtsalar, desələr ki, vermirəm, nə qayğı verirəm sənə, nə də seks verirəm sənə. Get, atamdan icazə al, get valideynləri gətir, evlənməklə ondan sonra hamısını alacaqsan, ondan sonra görəcəksiniz. Hamı qaça-qaça gələcəkdir. Onda Fərhad bəy, elə çıxır ki, biz ictimaiyyəti və cəmiyyəti köklüyürük dəyərə və dəyər sözünün altında da evliliyi göstəririk. Amma mən hələ də bu cəmiyyətdə eşitmək istədiyim bir şey var ki, biz kökləməliyik cəmiyyəti təhsilə, biz kökləməliyik savada, biz kökləməliyik karyeraya. Mən karyera sözünün altında əsla və əsla nəzərdə tutmuram. Sizin kimi Arizonada, mənim kimi New York Universitetini nəzərdə tutmuram. Mən savad təhsil də deyil, daha çox savaddan danışıram. Çünki savad elə bir şeydir ki, insan istənilən bir peşənin peşəkarı ola bilər və çörəyini qazana bilər, öz arzularını özü həyata keçirdə bilər. Biz niyə gəncləri kökləmirik ki, ged oxu, ged. Niyə görə siz bunları ayrı-ayrı paradigma kimi görürsünüz? Evlilik də təhsillə bir yerdə gəlir. Gəlin mən sizə izah edeyim. Mən anlamıram niyə görə uşaqlar 22 yaşına qədər oxumalıdır. Mən düşünürəm ki, təhsil 5 yaşından başlamalıdır, məktəb təhsil 15-də bitməlidir. Onun ilə biz onlara yetərincə bacarıqlar verə bilərik. Sonra gəlməlidir bakalavr pilləsi maksimum 3 il. Bu da 15-dən 18, bir ildə magistr 19. Sonra 19 yaşında onlar artıq əmək bazarına çıxmağa hazır olan insanlar olmalıdır. Bakalavrı bitirirlər 18 yaşında, artıq orada münasibət qururlar, həri olur, nişan olur. 19 yaşında kim istədi magistraturaya gedir. Yəni ki, 19 yaşında evlənirlər. Növbəti 2-3 ilini özləri üçün götürürlər. Gəl gedək səyahət edək. Gəl bir yerdə karyera quraq, səyahət edək. Uşaq zadı düzəltmirəlik. Biz özümüz üçün bir-birimizi tanıyırıq bir yerdə. Zinədən uzağıq, halal münasibətin işindəyik, valideynlərimiz bizi dəstəkləyir mümkün qədər, cəmiyyət bizi dəstəkləyir. Düzgün, saf münasibət var bunun içində. 19 yaşından deyək ki, 22 yaşına qədər. 3 il bir yerdə bir-birimizi tanıdıq. Düzgün münasibət içində. 22 yaşımız gələndə gəl uşaq düzəldir. Bizə 3 dənə uşaq lazım. 2 ildən bir uşaq düzəldirsiniz. Prinsipçi 30 yaşına kimi uşaqları düzəltməklə bitirirsiniz. Və plus minus maksimum 45 yaşında bütün uşaqlar artıq özləri gedib də oxuyur hardasa və siz 45 və 45 yaş heç nədir bugünkü dövrdə. 45 yaşda özünə baxan qız və oğlan götürsəz, prinsipçi 45 yaşım var da, belə pis görsənmirəm də deyə olaraq. Həyatımın pikindəyim, pulum var, fərqindəliyim var, arxamda təcrübəm var. Uşaqları da demək olar ki, yerbəyər eləmişəm, özüm üçün yaşaya bilərəm. Yəni, bu da imkan olmalıdır. Amma xanım varmı həyatınızda? Var. İndiki dönəmdə siz yaxşı ki, bu xanım həyatıma indi girdi deyirsiniz, yoxsa keşki daha öncə girərdi? Mən heç vaxt keçmişə görə peşmanlamıram. Mən təşəkkür edirəm. Əvvəlki həyat yoldaşım 20 il bir yerdə olmuş. 20 yaşımdan 40 yaşına həyatımın yarısını onunla bir yerdə keçirmişəm və ən yaxşı, ən düzgün seçimidir. Allah tərəfindən mənə göndərilən. Necəsə belə alındı, olur. Ya 20 ildən sonra mənim düzgün idarə etməməyim səbəbindən onun... Ola bilərmi xəyanət səbəbindən? Bir çox şeylər ola bilər də. Yəni ki, mən özüm barəmdə çoxlu danışa bilərəm, biz barədə danışa bilmərəm, çünki onun da haqqına girmiş ola bilirəm də. Fərq eləmir. Gottman'ın həmin o kitabında, o deyir ki, xoşbəxt ailələrdə biz bir şey gördük ki, konflikt olanda həmin ailələr xoşbəxtdir ki, haradakı kişi birinci problemi həll etməyə başlayır. Və bizdə bu yoxdur.
kişilər liderlik rolunu itirməməlidir. Bütün münasibətlərdə, bütün konfliktlər biz başlamalıyıq problemi çözməyə. Çünki biz daha rasionalıq və problem rasional həll olunmalıdır. Qadınlar emosionaldır. Onlar emosiyaların 75%-i yanlışdır. Və nə qədər də rasional olsaz da, emosional bir qadın rasional bir kişini idarə edir. Qadın sadəcə kişini idarə edir. Çünki bizim ən böyük qorxumuz qadınımızı itirməkdən ibarətdir və bu qorxu üzərindən, yəni ki, idarə oluna bilirik. Bəli. Amma yəni qəbullanırsınız. Bəli, əlbəttə ki. Bir qadın bir kişini idarə edir, düzdürmü? Bu İdarə edə bilər, yəni ki, yetərincə bacarıqlı olsa idarə edə bilər. Amma yəni bir qadın bir kişinin həyatına girir və hətta elə bir qadınlar var ki, əfsuslar olsun. O qadınlar bir kişini öz anasından, öz bacısından, öz atasından və hətta öz keçmiş həyat yoldaşından, hansı ki övladlarının anasıdır, hamıdan ayıra bilir. Bəs burada rasional adlandırdığımız kişi niyə rasional düşüncəyə sahib ola bilmir? İdarəyə uyur. Çünki idarə altında olan insan demək ki, rasional olaraq zəifdir. Bəlkə bu onun üçün rasionaldır ki, ondan getsin. Bəlkə o da xoşbəxt idi bu münasibətin üçün. Qadınlar getmir onda bu artıq emosional olur, rasional yox. Niyə görə? Mən sevmirəm. Ya da ki, məni evləndiriblər uşaqlıqda, atam, anam kimisə tapıbdı, deyib ki, ged evlən, mən də evləndiriblər. İndi də düşünürəm ki, mən bədbəxt həyat yaşayıram da. Bilirsiniz, boşanmaq problem deyil. Sən əgər qadından gedirsənsə, sənin bir öhdəliyin var uşaqlarımın qarşısında və keçmiş həyat yoldaşımın qarşısında. Biz bilirik ki, qadına təhlükəsizlik lazımdır. Mən bir podkastım olubdu bu yaxınlarda bir boşanmış qadınla. Onu əri baxmayaraq ki, multimilyonçudur, heç nəsiz buraxıb. Və mən düşünürəm ki, o düşünmürdüm ki, sən hardan pul qazanacaq. Özü uşaqla bir yerdə göndəribdi geri. O düşünmürdü ki, harada sən pul qazanacaqsan, harada qalacaqsan. Və qadın da uşağının sağ qalması üçün hər şey edər. Tam razıyam, elədir. Lazımsız işlərə gedə bilər. Lazımsız pis yola düşə bilər. Münasibətlər görürsünüz və sən uşağı, ən azından uşağına görə və ümumiyyətlə öz kişiliyinə görə minimumu təmin etməlisən. O bilməlidir ki, onun başının üstündə evi var, uşağı təhlükəsizlik içindədir, bu təmin olunubdur. Heç kim demir ki, o da əvvəlki kimi həyatını yaşasın filan da. Yəni ki, hardasa burada da bir sərhəd olmalıdır. Amma o bilməlidir ki, evim var, maşınım var, bir balaca qazancım var, uşağım da təhlükəsizdədir ki, mən lazımsız münasibətlərin içinə, lazımsız işlərin içinə mən girməyim. Çünki əgər qadının uşağı ac qalsa, o hər şey edər uşağının sağ qalması üçün. Və buna çatdırmamalı. Fundamental problem odur. Hər kəs boşana bilər. Hər kəs sevgiyə layiqdir. Hər bir kəs xoşbəxt münasibətə layiqdir. Okey, 20 yaşında səni atan-anan evləndiribdir, hansı bir xala oğlu ilə, ya xala qızı ilə, ya da ki, bibi qızı ilə. Sən də 40 yaşına çatmısan, hər şeyin var. Düşünürsən ki, mən sevgi istəyirəm. Okey, haqqın var. Amma bunu da unutma yine. Bacarırsansa get, bacarmırsansa eləmək yine. Sizcə qadınlar işləməlidirlərmi? Hamı bilirsiniz, işləməli sözünü dəqiqləşdirir. İşləməli nə deməkdir? İstənilən bir işdə, müəssisədə hər hansısa bir vəzifə sahibi ola bilərlərmi? Gəlin siz mənə qadın perspektivini deyin. Mənim fikrimcə qadına uyğun iş odur ki, nə qədər işləmək istədiyini özü seçir, neçə saat gündə. Kimlə işləmək istəyir, onu da özü seçir. Qadın üçün ideal budur, düzdürmü? Gedib zavod, fabrikdə hansısa bir eşək supervizori, hansı ki orada haykü salacaqdır, söyəcəkdir, elə ki, qadın işləmək istəməz. 9-dan 6-ya kimi bir il ərzində. Yoxsa işləmək istəyər fikrinizcə. Tərcih başqa şeydir, məcburiyyət başqa şeydir məncə. Hazırda qadınlar işləməyə məcburdur. Amma bu qadına tək aid deyil, bu kişilərə də aid. Heç kəs elə bir şəraitdə işləmək istəməz. Kişilər üçün vecinə deyil. Yəni biz kişilər fabriklərdə, zavodlarda tikintidə, nə vaxtsa tikintiyə getsəz, prorabları qulaq asasınız, sizin qulaqlarınız əriyəcəkdir də. Yəni prorabların işlətdiyi sözlər kişilərin vecinə də deyil. Onlar öyrəşiblər. Onsuz hamımız öz aramızda da söyüşdən danışırıq. Bu normaldır. Gedirik, tikirik də, binadır, armatur, beton, tök filan. İndi görün o qadını salın. Xoşbəxt olacaq o işin içində. Bilirsiniz, kişidə ki, hormonal sikllar yoxdur, bizdə hormonal sikl stabildir də və bütün dünya iqtisadiyyatı, bütün iş mühiti, bütün hər bir şey kişi hormonal sikl üzərində qurulubdur. Biz 9-da gedib 6-da işdən çıxanda okey, bizim üçün tam normaldır bu. Qadın isə sikllardan fərqli olaraq 9-dan 6-ya kimi işləməyi, həmin o işdə o
lazımsız supervisoru, menecerin falanın sözləri tamamilə başqa cür təsir edə bilər. Bir gün, növbəti gün tamamilə başqa cür təsir edə bilər. Odur. Ona görə mən o sorğunu aparıram da. Mən iş deyəndə korporativ mühitdən 9-dan 6-ya kimi standart işlərdən söhbət gedir. Hər bir qadın sosiallaşma ehtiyacı var. Hər bir qadın. Sizcə bunun hamısı biz çox tez-tez qadın və kişi deyilik və biraz diskriminasiya kimi çıxır bu. Çünki indi hazırda bərabər haqlar bir dünyasında yaşayırıq və konstitusiya və s. hər bir ölkədə indi bərabər haqlara sahibdir. Həm qadınlar, həm də kişilər. Amma bizim danışığımız bizə aid deyil bu. Ümumiyyətlə, cəmiyyət nədənsə qadınları daha zəif görmək istəyir, daha sanki daha nəvazişə ehtiyacı olan, daha anlayışa ehtiyacı olan, amma kişilərdən də bunu da görmək istəyən kişilərdir. Kişilərdən də soruşanda kişilər də deyir ki, qadınlar bizi idarə edir. Yaxşı, biz zəif tərəfi, yoxsa biz güclü tərəfi ki, kişilər bunu qəbullanmırlar? Siz yenə də konstruktların içinə girirsiniz də. Niyə görə zəif adlandırırsınız? Siz elə bir ki, yer kürəsi var planet olaraq. Bir də günəş var, ulduzdur. Bunları siz müqayisə edə bilməzsiniz. Eyni şeydə kişi ilə qadındır da. Biri planetdir, birisi birisi ulduzdur. Sizcə hansımız daha güclüyük, kişi yoxsa qadın? Hər ikimiz güclüyük. Hər ikimiz bir tərəf. Siz planetdən ulduzu müqayisə edə bilməzsiniz də. Alma ilə aperisini müqayisə edə bilməzsiniz də. Siz 2 dənə almanı müqayisə edə bilərsiniz. Yaşıl alma daha turşdur, qırmızı alma daha şirindir də. Amma aperisin prinsipcə turş olmalıdır. Alma isə turş da ola bilər, şirin də ola bilər. Biz 100 min il ərzində cütlük kimi formalaşmışıq və bir-birimizi tarazlaşdırırıq. Kişi rasionaldır, riski götürəndir, riski boyuna götürəndir, daha çox qazamata düşürülür, daha çox cəsurdur deyənə. Və iqtisadiyyat və niyə görə sahibkarlar arasında kişilər daha çoxdur? Çünki sahibkarlıq risk götürmə bacarığıdır. Riskin içinə girirlər, dəniylər, alınır. Ona görə qadın sahibkarlar daha azdır. Bu sırf onların biologiyasına bağlı. Çünki qadınlar riskləri azaltmağı sevir və sən riskləri azaltdıqca sən uğurlu sahibkar ola bilmirsən. Qadın sahibkarı necə olmalıdır və necə qadın sahibkara çevrilir? Qadın və kişi sahibkar termini mövcud deyil. Bu bizdə uydurulubdur ki, biz forumlar yaradaq, qadınlardan biraz pul yığaq. Qadın liderləri zirvəsi, qadın sahibkarlar forumu. Sahibkar sahibkardır. Sahibkar kimdir? Cəsarətli olan bir insandır, çünki risk götürmək vacibdir. Səbri olan bir insandır. Çünki sən ortalama 4,5 dəfə uğursuzluqdan sonra sən uğur qazanırsan. Sən səbrin olmazsa birinci uğursuzluqdan sonra sən davam etməyəcəksən. Və üçüncü yaxşı fokus və nizamı olan insandır. Sən daim olaraq oturub gündə 10-15 saat işləmək fokusunda, bacarığında olmalısan. Bu varsa, istəyirsən kişi ol, istəyirsən qadın ol, sən yaxşı sahibkar olacaqsan. Bu sadəcə 5% insanda var. 95% insanın sahibkar olma kapasitəsi yoxdur. Bunu barışmalıyıq. Bir çox faiz insanlığında heç potensial işçi olma qüvvəsi də yoxdur. Çünki indi elə bir dönəmdə yaşayırıq ki, insanlar daha çox işləmək istəmirlər, sadəcə pul qazanmaq istəyirlər. Və iqtisadiyyat onları çox yaxşı da cəzalandıracaqdır. Bugünkü gündə pul qazanmaq çox asandır, çünki bir çox insan işləmək istəmir. Yəni bunun sayəsində kimsə çox qabağa gedir, kimsə isə belə arxa fonda qalır. Bizi nə gözləyir? Bu düşüncə tərzidir. Hər bir insan özündən asılıdır. Mən ona görə o kurs edəcəm ki, milyonçu mindset-i. Yəni ki, mən necə öz düşüncə tərzimi dəyişə bilərəm ki, mən də varlı olum. Hal-hazırda dünya əhalisinin əksəriyyəti kasıb düşüncəsindədir. 1000 manat maaş alırlar, gedirlər iPhone 17 Pro kreditə götürürlər. 2 il 150 manat dönür və özlərini çox xoşbəxt hiss edirlər. Siz axmaqsınız, siz nəsiz də, yəni də niyə görə sən bunu edəsən? Hələ o pulu əgər sən 200 manat ayıra bilirsənsə, bunu investisiya portfelinə yönəltginə, 200 manatı hər ay yığginə. Bir də gördün ki, 45 ildən sonra sən pensiya çıxanda bu 200 manatın oldu 1,2 milyon manat. Və sən artıq o iPhone-un yoxdur. Olmayacaq. Telefondur da, buradan oraya zəng vurur. WhatsApp demək olar ki, ucuzlu telefonda da var. Kameralarda 400 manatlıq telefondakı kameralardan çox da fərqlənmir. Yəni ki, kasıb düşüncəsindən çıxmaq lazımdır fundamentdə. Bunu etdiyi təqdirdə hər şey yaxşı olacaqdır. Bir yaxşı kitab da Azərbaycan dilinə tərcümə olunur. Millionaire Next Door. Amerikada çox populyardır. Qapı qonşu milyoner. ABŞ-dəki milyonçuların həyatından bəhs edən, orta statistik milyonçudan bəhs edən bir kitabdır. Orta statistik ABŞ milyonçusu bilirsiniz hansı maşın sürür? Bəli, BMW sürə bilər. 8 illik Toyota'nı sürür. 8 il ortalama yaşı olan Toyota'nı sürür.
Amerika Milyonçu? milyonçu. Bəli. O kimdir ki elə? Hamısı. Orta statistik Amerika milyonçusu 8 ilin Toyotasını sürür. Fikirlərinizi çox bəyənirəm. Əfsuslar olsun ki, davam edərdim saatlarla sizinlə danışmağa. Çox bəyəndim həqiqətən. Mindset, düşüncə və s. hamısı çox fərqlidir. Mən düşünürəm ki, bizə bu qədər zaman yetərli olmaz ki, bu düşüncələri çatdıra bilək. Əslində bütün fikirlərimizlə demək olar ki, razıyam. Sadəcə olaraq bəzi məqamlar var ki, bu məqamlarda artıq biz məcburuq belə deyək, geniş düşünməyə. Çünki hər kəs bizim kimi deyil və hər kəs bizim şəraitimizdə doğulmayıb. Hər kəsin bizim kimi şansları olmayıb. Ona görə də mən biraz əksinə qınamaq istəmərəm o insanları ki, onlar bilmirlər. Yəni biz deyək ki, çətinliklərdən gəlmişik, amma biz çabalamışıq. Mən sizin məntiqinizi anlayıram ki, artıq çıxın müəyyən bir düşüncədən və nəsə eləyin, siz onu demək istəyirsiniz. Bəzi insanlara sadəcə o düşüncə də çatmır. Çünki onlar bilmirlər nəyi necə etmək lazımdır. Heç ümumiyyətlə necə başlasın anlamırlar və mən arzu edirəm ki, bizi izləyəcək hər bir kəs doğrudan da bu verilişə çox diqqətlə baxsınlar. Burada sətir altı çox söz deyildi. Mən anladım və sizə təşəkkür edirəm Fərhad bəy ki, gəldiniz. Çox minnətdaram. Təkrar inşallah yenə də görüşərik. Çox sağ olun hər şeyə görə.